وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وآله وسلم أما بعد. Muhterem Müslümanlar, ilk önce öz nefsimi ve sonra da sizleri Allah Azza ve Celle'ye karşı təqvası ilə təqvalı olmağa çağırıram. Çünkü her bir bendenin Allah katında değeri məhz bununla ölçülür. İnne ekramakum indallahi etqakum. Allah katında en hürmetli olanınız, təqvası en çok olandır. Bende bu sifete yalnız salih əməllər ilə onu uca Allah'a yakınlaştıracak ibadetler ile Allah'ın emirlerini yerine getirip qadağan ettiği şeylerden çekinmek ile nail olabilir. O ibadetler, o emeller ki uca Allah'ın sevip razı kaldığı emellerdir. O emeller ile bende Allah'ın sevgisine, rızasına, rahmetine ve mağfiretine nail olabilir. Uca Allah buyurur ki: Ya eyyühellezine amenuttakullah vebtegu ileyhil vasile. Ey iman edenler! Allah'a karşı takvalı olun ve sizi Allah'a yakınlaştıracak vasıtelerden tutunun. Yani bende daima onu Rabbine yakınlaştıracak vasıteleri güdmelidir. Ve o vasıtelerden birisi de Zilhicce ayıdır. İçinde olduğumuz bu mübarek ay, bu haram ay, xüsusən də bu ayın ilk 10 günü ibadetler ile dolu olan əzəmətli günler. Ve Müslümanlar bu günleri ibadetler ile geçirdi. İster Kur'an qiraəti, ister tutulan oruçlar, verilen sədəqələr və sair və ilaxır. Ve bu ibadetlerden biri de kurban ibadetidir. Hansı ki uca Allah bu ibadeti öz Kerim kitabında emrederek buyurur ki: "Fasalli li rabbike venhar." Rabbin için namaz kıl ve Rabbin için kurban kes. Ve Peygamberimiz Muhammed sallallahu aleyhi ve sellem buyurur ki: kimin imkanı olar ve kurban kesmezse o bizim namazgaha yakınlaşmasın. Ve hemçinin bilmeyi lazımdır ki bugün əzəmətli bir gündür. Peygamber sallallahu aleyhi ve sellem buyurur ki: İnne a'zamel eyyami indallahi yevmun nahr. Yani Allah katında günlerin en üstün, en əzəmətli olanı Nahr günüdür. Yani sizin kurban kestiğiniz gün, üzerine güneşin doğduğu en hayırlı gündür. Ve bugün bayram günüdür. Bugün oruç tutulmasa da, lakin bugün oruçdan kenar diğer salih emellerle, diğer ibadetlerle dolu bir gündür. Allah Azza ve Celle'nin yad edildiği gündür. Ve qeyd ettiğimiz kimi o ibadetlerden birisi de kurban ibadetidir. Ve bu elə bir ibadettir ki uca Allah'ın ucaldılmasını emrettiği Allah'ın şuarlarından sayılır. Rabbimiz buyurur ki: وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللّٰهِ. Kurbanlık develeri biz sizler için Allah'ın şuarlarından ettik. O kesiləsi heyvanlar, onlar Allah Azza ve Celle'nin şuarları sayılır. Ve Rabbimiz buyurur ki: وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللّٰهِ فَاِنَّهَا مِنْ تَقْوَ الْقُلُوبِ. Ve kim Allah'ın şuarlarını uca tutarsa bilsin ki bu kalplerin takvasındandır. Ve bu ibadet bize atamız İbrahim'den miras kalan əzəmətli bir ibadettir. Ve bu ibadet bize ubudiyyəti, həqiqi kulluğu telkin eden, həqiqi kulluğu öğreten bir ibadettir. Çünkü bu ibadeti eden her bir bende başa düşür ki onun elinde olan mülk, onun özüyle birlikte Allah'ın mülküdür. Ona göre kurban keserken dua edir ki: Allahümme hâze mink ve lek. Allah'ım bu kestiğim heyvan sendendir ve senedir. Senden gelip ve sene de kaydacak.
Bu ibadətlə o başa düşür ki, o özü də mülkü ilə birlikdə Allah Azza və Cəllənin mülküdür. Bax, bu əməllər, bu ibadətlər bizə bunu öyrədir. Qulluq şuurunu və bizə təqva sifətini aşılayır. Və bu ibadətlərdən qazandığımız da budur. Onsuz da o kəsdiyimiz heyvanların nə ətləri, nə qanları Allah Azza və Cəlləyə çatmır. Necə ki, Uca Allah buyurur ki, لَنْ يَنَالَ اللّٰهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَاكِنْ يَنَالُهُ التَّقْوَى مِنْكُمْ. O kəsdiyimiz heyvanların nə qanları, nə onların ətləri Allaha çatmaz. Allaha çatan yalnız sizin təqvanızdır. Və şək yoxdur ki, bu ibadət digər əməllər kimi Peyğəmbər sallallahu aleyhi və səlləmin şəriətinə müvafiq olmalıdır. Ona görə şəriət kəsilən bu qurbanlıqlar üçün cins təyin edib. O da bəhimətül ən'amdır. Yəni kəsiləsi heyvanlar bəhimətül ən'am. Yəni 4 ayaqlı ev heyvanları cinsindən olmalıdır. Dəvədir, inək, keçi, qoç, qoyun. Və həmçinin şəriət bu heyvanlar üçün yaş təyin edib. Dəvə üçün 5, inək üçün 2, keçi üçün, qoyun üçün 1 yaş. Lakin tapa bilməyən və ya imkanı olmayan 6 aylıq qoyun alıb kəsə bilər. Və həmçinin şəriət bu heyvanlar üçün vəsf təyin edib. Gərək kəsiləsi heyvanlar qüsurlu, eyibli heyvanlar olmasın. Bayram təkcə yeyib içmək günü deyil. Bayram yeyib içməklə birlikdə həm də ibadət günüdür. Bunu yadda saxlayın. Və bu məsələ əksər müsəlmanların qəflətdə olduqları bir məsələdir. O da nədir? Bugün bayram günü Allah dərgahında günlərin ən xeyirlisidir. Bir çox alim bunun üzərindədir ki, həftənin ən əfsəl günü cümə günüdür. Və ilin ən əfsəl günü qurban kəsilən gündür. Yəni qurban bayramı Ramazan bayramından da əfsəldir. Və ona görə bugün zikirləri çoxaldır. İstər mütləq zikirləri, yəni namaza bağlı olmayan, evdə oturanda, yolda gəzərkən, minikdə olarkən, Allahu Akbar, Allahu Akbar, La ilahe illallah, Allahu Akbar, Allahu Akbar və lillahil hamid. Və həmçinin namazlardan sonra namazlara bağlı olan təkbirlər və digər zikirlər də edilə bilər. Allahu Akbar kəbiran, vəlhamdülillahi kəfiran, və subhanallahi bukratan və asilə. Və bu kimi zikirlər, bu kimi təkbirlər, həmçinin duaları çoxaldın. Və dua edərkən, bugün əziyyət çəkən, zülmə uğrayan müsəlmanları unutmayın. Həmçinin vəfat etmiş yaxınlarınızı, qohumlarınızı unutmayın. Və dua edərkən, üzərimizdə minnəti olan bu ümmətin Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmi unutmayın. Həmçinin istiğfar və tövbələri çoxaldın, sədəqələri çoxaldın, qohumları ziyarət edin. Yəni müsəlmanlarda olan bayram məfhumu budur. Və həmçinin bu günlərdə asiliklərdən və bidətlərdən uzaq durun. Asiliklərdən və bidətlərdən uzaq durun. Xüsusən də qadınlar. Çünki bayram günüdür və həmçinin kişilərə də aiddir. Məclislər çox olur. Bir yerə yığışılır və istər-istəməz o məclislər qeybət məclisinə çevrilə bilər. Bundan həzər edin. Həmçinin bu günlərdə bidətlərdən uzaq durun. O bidətlərdən birisi, məsələn, bayram günlərində qəbirləri ziyarət etmək. Bu olmaz. Və ya məsələn, bəzi insanlar elə fikirləşir ki, imkanı yoxdursa, kasıbdırsa, o toyuq kəsə bilər, xoruz kəsə bilər. Bu da bidətdir, şəriətə müxalifdir. Hətta uydurulmuş bir hədisdə varid olub ki, toyuq bu ümmətimin kasıblarının qurbanıdır. Bu batildir, bunun əsli yoxdur. İmkanı olan kəsir, imkanı olmayan kəsmir və imkanından sədəqə verir. Edə biləcək digər salih əməlləri çoxaldır. Və dua edirəm ki, Allah Azza və Cəllə bizi eşidib fayda götürən qullarından etsin və bu günü biz xoş,
xeyirli, bərəkətli və mübarək olsun. Barakallahu fikum və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.